Hər kəsi salamlayırıq. Deməli, mövzumuz prizmalardan kub və paralelipiped olacaq. Prizmalardan ümumiyyətlə kub və paralelipiped özü də prizma deməkdir. Yəni, kub və paralelipiped prizma deməkdir. Prizma haqqında çox geniş danışmayacağım. Məsələn, 4 bucaqlı prizma, 3 bucaqlı prizma, mail prizma, düz prizma və s. növləri var. Onlar haqqında yox, bu videoda kub və paralelipipeddən danışacağım. Çünki mövzumuz yalnız kub və paralelipipeddir. Bəzi lazımi yerlərə toxunacağım, diqqətinizdə olsun. Deyək ki, birinci baxaq kuba. Şolar, kub nədir? Əvvəlcə necə çəkirik? Bir də ona fikir verək. Ümumiyyətlə bilməliyik ki, kuba tərif versək, bax, diqqətli olun, kuba tərif verirəm. Bütün üzləri kvadrat olan çox üzlüyə nə deyilir? Kub deyilir. Və yaxud bütün üzləri kvadrat olan paralelpipedə yenə kub deyilir. Əvvəlcə kub çəkək. Deməli, mən bir dənə kvadrat çəkirəm. Müəyyən formada çəkə bilərsiniz kubu. Baxın, çəkiliş üsulları sizə necə rahatdırsa. Tutaq ki, bir dənə kvadrat çəkdim. Daxilində bir dənə də kvadrat çəkirəm. Bu formada. Bunları birləşdirirəm. Bunları birləşdirdik. Sərgəs olan tərəfi bir də düzəldir. Şöyle şəkildə gördüyünüz gibi kub. Kubu adlandırırım. A, B, C, D. A'ya uyğun A1 deyirəm, B'ye uyğun B1 deyək, C'ye uyğun C1, D'ye də uyğun D1 dedim. Tərif verdi ki, bütün üzləri kvadrat olan çox üzlüyə və yaxud bütün üzləri kvadrat olan paralelpipedə kub deyilir. Ümumiyyətlə, prizmaların özünə tərif verəndə belə tərif veririk. Deyirik ki, oturacaqları, görürsünüz, paralel müstəvilər üzərində yerləşən, bu aşağısı da bu müstəvidən keçir, tutaq ki, bax bu müstəvidən keçir, yuxarı oturacağı da bu müstəvidən keçirdir. Və bu iki müstəvi deyək ki, bir-birinə paraleldir. Oturacaqları paralel müstəvilər üzərində olan çox üzlüyə kub deyilir və ya prizma deyilir. Biz prizmanın iki növü kub və paralelipipeddən danışırıq. İndi biz öyrənmişik ki, tərəf indiyə qədər. İndi deyəcəyik ki, til. Deməli, til nə oldu? Tərəf oldu. Və hər biri kvadrat olduğu üçün dedik ki, bütün tərəfləri nə olacaq? A olacaq. Bəli, bütün tərəfləri bərabər olacaq. Hər yer A-dır. Çünki dedik ki, hər biri kvadratdır. Yaşayın. Başa nə olur? Hər biri kvadratdır. Kvadratdır uşaqlar. Bunda bu bucaq neçə dərəcədir? 90. 90. Bu bucaq da 90. Hər biri neçə olmalıdır? 90. 90. Şəkildə görsənməyə bilər. Sadəcə kubun çəkilişinə görə elədi. Söhbət hər bir üzü kvadrat olduğundan, bu qutudur deyək. Qutunun bucaqlar nə olmalıdır? Oturacaqları kvadrat olduğu üçün 90 dərəcə olmalıdır. Bu da buna perpendikulyardır. Bu hissələr aydındır. Valla kubun dedik ki, DD1 tilidir, DS tilidir, AA1 yenə til, B1-S1 tildir, yəni tərəflərdir. Deməli, belə çıxır ki, kubun nələri var? Tillərinin sayı var. Sonra kubun D, bu D1 təpə nöqtəsidir, D də təpə nöqtəsidir, A da təpə nöqtəsidir, B təpə nöqtə, C təpə nöqtə. Deməli, belə çıxır ki, kubun təpə nöqtələrinin də sayı var. Kubun dedik ki, bütün üzləri kvadratdır. Məsələn, bu otaq kub şəklində deyək, ölçüləri bərabər tutaq ki, üzlər hansıdır? Bu divar, sol tərəf, yuxarı, aşağı, bunlar hamısı üzlərdir. Burada da həmçinin. Belə çıxır ki, bunun da nəyi var? Bir müəyyən sayda üzlərinin sayı var. İndi bunları necə tapmalıyıq? Ümumiyyətlə, prizmalarda, bizdən soruşar, tutaq ki, kubu soruşmaz. Deyər ki, tutaq ki, 3 bucaqlı prizmanın neçə tili var? 5 bucaqlı prizmanın neçə tili var? 6 bucaqlı prizmanın neçə təpə nöqtəsi var? O belə soruşsa, indi onu sistemləşdirək. Yazılan prizmalar. Ümumiyyətlə, kub və paralelipiped prizmalara aid olduğu üçün bu qaydalar hər birində ödənir.
Yazdıq prizma. Cəlal, gəl elə şərti olaraq baxaq da. Bunlar nələr idi? Təpə, Nöqtələr. nöqtələr. Neçə təpə nöqtə görürük? 8 dənə görürük. Doğrudurmu? 1, 2, 3, 4. Bir də aşağıda 1, 2, 3, 4. Deməli, təpə nöqtələrin sayı nə qədər oldu? 8 oldu. Düstur çıxarda bilərik biz ona? Bilərik. Bilərik. Tərəflərin sayı üstə gəl 2 yoxsa 2n? 2. Sizcə? 2. Düzdür? 2. Deməli, deyək ki, onda 2n nə oldu? Təpə nöqtələr sayı. Təpə nöqtələr sayı. Yaxşı, kubda fikir verin. Neçə til var sizcə? Neçə tərəf var sizcə? 12 til. Haradan tapdıq 12 tili? Baxaq. 4 dənə yuxarıdadır. 1, 2, 3, 4. 4 dənə də Aşağıda. aşağıdadır. Biri qaldı bu hündürlük. 1, 2, 3. Bir də bu 4. 8 üstə gəl 4. Elədi 12. Onda belə çıxır ki, bütün prizmalar üçün tillərin sayı düsturu. 3. 3n til sayı. Nə qaldı? Üzlər qaldı. Yan üzlər, belə deyək də, kubun üzləri qaldı. Kubun üzlərini saya bilərik. 1, 2, 3, 6 üzü var. 4, aşağı 5, bir də yuxarı üzü Altı. 6. İndi bir dənə ona düstur düzəldək. Nə? En üstə gəl 2, en 4-dür də. Axı kubun tərifini verəndə nə dedik? Bütün üzləri kvadratlardan düzəldilmiş, doğru desək, paralelograma nə deyildi? Kub deyildi. Ona görə də n plus 2 bütün prizmalar üçün nə sayıdır? Üzlərin sayı. Üzlər sayı. İndi yaxşı, bizə bir dənə sual. Bizə veribdir 6 bucaqlı prizma. 6 bucaqlı deyək ki, prizma var. Neçə təpə nöqtəsi var? 12. Neçə tili var? 18. 8. Neçə üzü var? 8 üzü var. 6 dənə qıraqlardır, yuxarı və aşağısı olur, 8 dənə də üz. Yəni, bütün prizmalar üçün bax bu qaydalar ödənir. Həm paraleliped üçün ödənir, həm kub üçün ödənir. 5 bucaqlı prizma, 6 bucaqlı, fərq eləməz, 3 bucaqlı, bütün prizmalar üçün bunlar ödənir. Tutaq ki, imtahandasınız, yadınızdan çıxıb, tillər sayını tapa bilmirsiniz, həyəcanlanmışsınız. Nə harmalısınız? Bir dənə kub çəkirik. Til nə idi var? Tərəf. Sayıram da tərəflər. 4 dənə yuxarıdadır, 4 dənə aşağıdadır. Bu da hündürlüklər də qutunu ayaqda saxlayanlar. Biri budur, biri budur. Bu, 4 dənə. Neçə elədi? 12. Neçəni deməli 12 elədisə, bu da 4 bucaqlılardan düzəldilib, yəni kvadratdan düzəldilib. Belə çıxır ki, til sayı nə olmalıdır? 3n. Sənə də düşübdür imtahanda 7 bucaqlı prizma. Neçə tili var? 21 tili var. Vəssalam, işlərin getdi. Yəni yadından çıxsa, kubdan istifadə edərsən. Bütün prizmalar üçün ödənir, həmçinin kub üçün də ödəndi. Biz kub üçün hamısını yazdıq. İndi keçirik nəyə? Kubun bu elementlərini bildikdən sonra baxaq kubun yan səthinin sahəsi, tam səthinin sahəsi, diaqonalı, yan üzünün diaqonalı, ox kəsiyi və s. Başlayıram. Kubun yan üzünün diaqonalından hər hansı bir yan üzünü götürürəm. Məsələn, bu yan üzə baxın. D, S, S1, D. Sizcə bu fiqur nədir? Kvadrat. Axı tərifdə nə dedik? Bütün tərəfləri, bütün üzləri kvadrat olan çox üzü nə oldu? Kub oldu. Bu A-dır, bu da A-dır, bura da A-dır, bura da A-dır. Hər yeri atsa deməli bu kvadratdır. Valla bu kvadratın DS1 sizcə nə idi? Diaqonala. Kanalıdır. DS1 diaqonaldır. DS1 nəyin diaqonalı olmuş olur? Kvadratın diaqonalı. Bəli, uşaqlar, biz öyrənmişik ki, kvadratın diaqonalı tərəfin Kökdə 2 mislidir. Onda belə çıxır ki, DS1 diaqonalı bərabər A kök 2. A kök 2 və salam. Yəni, belə deyək də, planimetriyada, yəni müstəvi fiqurlarından tanıdığımız kvadratın hansı xassələrini bilirsinizsə, fəzada da bu, yəni bu kubda da, paralelipipeddə də, indi biz paralelipeddə kubdan danışırıq, kubda da eynidir xassə, ödənir. DS1 oldu, A kök 2. İndi deyə bilərik mi, CD1 bəs neçədir? Yenə də A kökdə 2-dir. Bəli, CD1 də, əgər buradan bura da bir diaqonal çəksək, o da nəyə bərabərdir?
A kök G çünki kvadratın diagonalı bir-birinə Bərabər. bərabərdir. Və buradan gəlir. Yan üzünün bir dənəsinə baxdıq. Fərqi varmı digərlərinə baxmağa? Ehtiyac varmı? Yox. Hər biri Eynidir. kvadratdır. Bu aydın məsələdir. Gəl diagonalla işimizi bitirək. Qaldı kubun özünün diagonalı. Sonra kubun özünün diagonalı başqa rənglə göstərək. AC1 ola bilər, bəli, tamamilə doğrudur. Bu kubun diagonalı və özünün diagonalı. Buradan burada çəkə bilərəm. Buradan burada çəkə bilərəm. Qarışmasın da, birini çəkirəm, qarışmasın. Kubun diagonalını tapaq. Ona bir D yazıram. Sonra mən kubun diagonalına deyirəm ki, A kök 3. İndi göstərək niyə? Biz bayaq buna baxdıq. Bu üzün diagonalı idi. Bunu tapmışdıq. Kvadratın diagonalıdır da bu. Tərəfin nəyinə bərabər idi? Kökdə 2 mislinə. Bura A kökdə 2 idi. Elə bu da kubun tilidir də, tərəfidir. Nəyə bərabər idi? A-ya bərabər. Burada yazmışdı. Bunu buradan pozuram. Bunu buradan pozaq. Bu da diagonaldır, D-dir. Biz burada görürük ki, bu bucaq neçə dərəcədir? 90. 90 dərəcədir. Bu bucaq 90 dərəcədir. Belə deyək də, biz inşallah keçərsiyik. Mailin proyeksiyasına perpendikulyar olan düz xətt, mailin özünə də perpendikulyardır. 3 perpendikulyar haqqında teoremdir. Bu bucaqda olur 90 dərəcə. İndi biz burada Pifagor teoremi görürük. Pifagor teoremi necə tapılır? A kvadratı üstəgəl bunun kvadratı. Və yazıram. A kvadratı A üstəgəl kök bunun 2-nin kvadratı. O deyilmir mi 2A kvadratı? Bərabərdir diagonalın kvadratına. Buradan da 3A kvadratı bərabərdir diagonalın kvadratı. Diagonal bəli. Kökdə 3 vurulsun nə oldu? A oldu. Yəni kubun diagonalı tərəfin kökdə 3 mislidir. Çıxarılışı belədir. Əzbər yolla belədir. Kubun diagonalı tərəfin kökdə 3 mislidir. İndi belə bir sual. Bizə deyir ki, tərəfi nömrə 1. Tərəfi 6 cm olan kubdur. 6 cm olan kub verilir. İnşallah. Birinci şərtdə bizdən istəyir ki, bir üzünün diagonalını tapın. Bir üzünün diagonalı. Bəli, çünki tərəf 6-dırsa, hər yer 6-dır. Bunda bir üz olsun bura. Bunun diagonalı nəyə bərabərdir? 6 kök 2. Bəli. Yəni D üzün diagonalı, belə yazıram üz. Bir üzün diagonalı bərabərdir tərəfin kökdə 2 misli. Bunu bildik. İkinci şərtdə soruşur ki, tərəfi 6 cm olan kubun özünün diagonalı nə qədərdir? Bəli, kubun diagonalı olur D. A kök 3 Böyük o da diagonal deyək də buna. Bəli, tərəfin kökdə 3 misli. Bax, sual gəlsə bundan istifadə edirik. Yadda saxlayırıq. Kubun diagonalı budur. Yan üzün diagonalları budur. Hər bir yan üzünün diagonalıdır. Bu da kubun ümumi diagonalıdır. Başa düşdüksə davam edək. Bu hissəni pozaq. Kubun var ox kəsiyi, diagonal kəsiyi. Bu hissələr sizə imtahanda 9-lar üçün gəlməz o hissələr deyə bilərik. Bax, kubun diagonal kəsiyi nədir? İnşallah, kubun diagonal kəsiyi kubun üzlərinin diagonalı boyunca kəsilmiş kəsiyidir. O ya düzbucaqlı olur və yaxud başqa bir kəsilməsindən asılıdır, fərqli də ola bilər. Kubda hər zaman düzbucaqlı olur. Bu hissələr aydındırmı? Uşaqlar, gəl. Hoş gəldin. Deyək ki, bu kubdur yenə. A, B, C və D. A1, B1, C1 və D1. Bu kubdur. Biz kub haqqında çox şey bilirik indi. Dedi ki, kubun diagonal kəsiyi var. Sizə imtahana gəlməsə belə. Deyək ki, bax, diagonal kəsiyi nədir? Bu kubun bir üzünün diagonalıdır. Görürsünüz ki, bu da yenə də həmin üzün diagonalıdır. Yəni, bir-birinə bərabərdir də bunlar. Niyə bərabərdir? Çünki aşağısı da kvadratdır, yuxarısı da kvadratdır. Biz bunun neçə olduğunu bayağı öyrəndik. Neçə? A kök 2-dir. Niyə A kök 2-dir? Çünki kvadratın nə idi o? Diagonalıdır. Tərəfin kökdə 2 misli. Bəs bu nəyə bərabər idi? A-ya. Uşaqlar, siz burada belə bir düzbucaqlı görürsünüz. Baxın, o düzbucaqlını qırağa çıxardıram. B, B1, D1
və D. Bax, bu fiqur düzbucaqlıdır. Əgər mən bu kubun içindən bax, bu düzbucağını çıxartsam çölə, belə bir düzbucaqlı alınacaq. Daha doğrusu kəsiyi çıxartsam çölə, belə bir düzbucaqlı alınacaq. Buna kubun diagonal kəsiyi deyirlər və yox kəsiyi. İndi biz bunu buradan çıxartdıq tutaq. Belə bir bizim düzbucağlımız var. Düzbucaqlının nə idi bu? Diagonalı. Eni deyək. Söhbət düzbucaqlı baxın. İndi düzbucaqlını bu şəkildə çəkirəm. Siz düzbucaqlını belə tanıyırsınız da. Adlandırıram. Bax, B, B1, D1 və D. Bu hissəyə dedik ki, A kök 2-dir. Bu hissədə nədir? Uzunluqdur. A-dır. İndi bu diagonal kəsiyinin sahəsi və ya ox kəsiyinin sahəsi. Bura kəsik yazıram. Necə tapılır? A vurulsun. A kök 2. Düzbucağının sahəsi necə tapılırdı? A vurulsun B. A budur. B də budur da. Alınır nə? A kvadratı kök 2. İmtahana bəlkə gələr. Ən çətinləşdirilmiş halda bəlkə gələr. Gəlsə gəl bu düsturdan istifadə edirsiniz. Kubun hər zaman diagonal kəsiyinin sahə düsturudur. Həmişə bu düsturdur. Tilini burası nəyə? Tutaq ki 6 idi. Tutaq ki belə sual. Sual 2. Bir tərəfi tili deyək. Bura qeyd edirəm tili. 4 cm olan kubdur. Bizdən soruşur ki, diagonal kəsiyinin sahəsini tapın. Necə tapasınız? S bərabərdir. 4'ü vurmalıyam. 4 kök 2'dən. Cavabım 16 kök 2. 16 köklü qutardı. Mesela istifadə edirik gəlsin. Bu hissədə aydınsa, keçək sizə lazım olan ən önəmli hissələr. Uşaqlar, bu kubun dedik ki, yan üzləri hamısı kvadratdır. Yanda bunun neçə üzü var sayaq? Bir bu üzdür yan. Sonra bir bu arxa üzdür. Bəli. Bir buradır. Bir də bu görüntü bizə qutunun biz tərəf hissəsi deyək də. 4 üzü varmı? Yan üzlərinin sayı 4 dənə yan üzü var. Yazıram. 4 yan üz var. Hər biri də S bərabərdir kvadratın sahəsi deyilmi? 4 dənə varsa, onda S yan səthinin sahəsi nə edər sizcə? 4 kvadratı. Kubun yan səthinin sahəsidir. Sual 4, yoxsa 3? Üçüncü sual idi. Deyir, kubun tili 2 santimetrdir. Kubun yan səthinin sahəsini tapın. Bəli, 4 vurulsun 2'nin kvadratı, o deyilir 16. Vəssalam, hazırdır. İndi kubun tam səthinə baxaq. Kubun neçə üzü vardı? Biz bayaq burada yazdıq. 4 üstə gəlir ki, 6 üzü var. Hər bir üzü kvadratdırsa, onda S tam səthidir, bəli 6 kvadratı. Sütundan tapılır. Sual 4. Sizə sual verilir ki, kubun S tam səthinin sahəsi 150 olarsa, kubun tilini tap. Tilini tap. Bəli, yazmalıyam. 6 kvadratı bərabərdir 150. A kvadratı A kvadratı bərabərdir 25. A da Pi bərabərdir 5. Deyir ki, sual belə 5. Tam səthinin sahəsi 150 olan kubun diagonalını tap. 5 kök 3. Kubun diagonalı. Bəli. Sual belədir. Deyir ki, tam səthinin sahəsi 150 olan kubun bir üzünün diagonalını tap. 5 kök 2. Bəli, kvadratın diagonalı idi. Aynı oldu da. Bax, bu da belə. Tam səthi üçün lazım olan düstur, yan səthi üçün lazım olan düstur. Sual belədir. Sual 6 olsun. Deyir, kubun yan səthinin sahəsi 100 santimetrdir. Kubun tam səthinin sahəsi soruşulur. Necə tapa bilərik? 4 A kvadratını bərabər eləyik 100'ə. 25. Bəli, eləyir buradan. Bəli, til eləyir 5. Bəli, gətirib 6 A kvadratı düsturunda yerinə yazsaq, təkrar eləyir 150. Yəni bu iki düsturdan biz istifadə edəcəyik. Düsturumuz budur.
6a kvadratı. 4a kvadratı yan səthi, 6a kvadratı tam səthi. Gəlirik kubun həcminə. Uşaqlar, indi bilək ki, sual belədir. Daha doğrusu izah belədir. Kubun həcmi V ilə işarə olunur. Ümumiyyətlə, bir qutunun həcmini tapmaq üçün qutuya nə qədər, nə bilim, kitab yerləşdirməliyik. Su doldurmalıyıq qutunu, həcmi qədər su doldurmalıyıq. Onu tapmaq üçün yadımızda saxlayırıq ki, oturacağın perimetrini vurmalıyıq nəyə? Oturacağın ölçülərinin hər birini vurmalıyıq nəyə? Hündürlüyə. Söhbət nəyə tapmaq üçün? Kubun həcmini tapmaq üçün. Bunda kubun həcmi nə olasıdır? Bu A-dır, bu da A-dır, bu da nədir? A-dır. Paralelipipeddə bu A-dır, bu B-dir, düzbucaqlı olacaq, bu da C olacaq. Həcmdə deyəcəyik, birazdan izah edəcəm bunu. A vur, B vur ki, ümumiyyətlə, deməli kubun biz həcmini tapmaq istəyiriksə, oturacağın nəyini? Sahəsini vurmalıyıq nəyə? Hündürlüyə. Oturacağın sahəsi nədir? Kvadratdır. Bəli, A-vura yazmalıyam. Kvadratın sahəsi A kvadratı. Vurmalıyam nəyə? Yenə aya. Yəni A kubu. Yəni alında A kubu. V bərabərdir A kubu. Yadımızda saxlayırıq. 13 aprel buraxılış imtahanına necə sual Düşmüşdü. Deyirdik ki, orada 2 dəfə azaldanda sual 7 deyək. Deyirdik ki, kubun həcmini 2 dəfə tərəfin tərəfini tilini, Kubun tilini 2 dəfə azaltdıqda həcmi neçə dəfə azalar? bəli, kubun tilini 2 dəfə 8 dəfə. azaldırıq. Bir həcm necə dəyişər? 8 dəfə azalar. Ona görə ki, düsturumuz V bərabərdir A kubuydu. Bunu 2 dəfə azaltdım. Deyək ki, oldu belə də A1 bölünsün A2. Bizdən soruşurdu ki, V1 bölünsün V2 necə dəyişdi? Bu 2 dəfə azaldısa, 2-nin kubu 8 8. eləyir. Deməli, həcmdən neçə dəfə azalmalıdır? Bəli, 8 dəfə V2 düz də asılıdır çünki. Bəli, düz asılıdır. 8 dəfə azalar. Vahid. Ona görə ki, til ilə həcm, yəni V ilə A necə asılıdır? Düz asılıdır. Düz asılıdır. Bu artanda bu da artır, bu azalanda həmçinin bu da azalmalıdır. Tutaq ki, bizə belə bir sual verərlər. Sual 8. Deyir ki, kubun həcmi 343'dür. Kub santimetr. V bərabərdir 343 santimetrin kubu. Bizdən S yanı da soruşur. S tamı da soruşur. Diagonalı da soruşur. Özünün diagonalı, böyük diagonalı yazılan. D üzünün diagonalını da soruşur. Bunları bir-bir tapaq. 49 vur 4. Deməli, kubun həcmi A kubundan tapıldı. Bunu bərabər eləyəcəyik. A kubuna. Bəli, A elədi, til neçə elədi? 7. Yan səthin sahəsini necə tapırıq? 4. 4 vurulsun, bəli, nə? 20. Bəli, 49-a kvadratın sahəsi. Bunu tapa bilirik. Sonra bunu neçəyə vuracam? 6. 6-nı vuracam 49-a. Yaxşı. De görək Rəşid. Kubun diagonalını necə tapın bə? Tərəf 7-dir. 7 vur nə? Kök 3. Bəli, tərəfin kökləri 3 7 kök 3. Bəli, o birisi də 7 kök üzünün iki. diagonalı 7 kök 2. Bizə lazım olan bütün hissələr, buradan artığı buraxılış imtahanında olmayacaq. Bax, buradan artığı buraxılış imtahanında yox. Əski olar, artığı olmaz. Kəsik, diagonal kəsik və s. belə şeylər də dedim sizə. Birdən istifadə olunsa yazarsınız. Kub haqqında bu qədər. Keçək paralelipede. Hazır. Uşaqlar, deməli, şəkildə gördüyünüz paralelipeddir. Paraleliped oturacaqları paralel müstəvilər üzərində yerləşən çoxüzlüdür. Kubdan fərqi nədir bunun? Kubdan fərqi odur ki, kubda dedik ki, bütün tillər bir-birinə bərabərdir. Hər biri kvadrat idi. Amma burada hər biri artıq düzbucaqlıdır. Kvadrat deyil. Onda buna A yazıramsa, buna B yazıram. Hündürlüyə də bir C yazıram. Gördünüz, hər yer fərqlidir. Sonra bu A'dır, bu B'dir. Onda bu da nədir? B'dir. Fikir veririk. Bu C'dirsə, onda bu da C'dir. Bu A'dırsa, düzbucağının eni eninə bərabərdir. Bu da A'dır. Bəli. Bəli, aydın məsələdir. Bir hissəni göstərdik, qalanlar hamısı eynidir. İndi, söhbət paralelipeddən gedir. Paralelipeddə
kub kimi prizmadır. Prizmanın bax bu gördüyümüz xassələri paralellepeddə də ödəyir. Paralellepedin, deməli indi siz deyin. Neçə təpə nöqtəsi var? 8. 2 vur 4. 4. Söhbət bir düzbucaqlıdan gedir axı. Kub kvadratdan düzəldilir. Amma paralelleped düzbucaqlıdan düzəldilir. 4 vur 2, 8. Neçə tiri var? 12. Neçə üzü var? 6. Bəli, üzlərin sayı bu da elədi 6. Bu hissələr bizə aydındır. Tir dedi iki tərəfdir. Baxaq, diagonaldan başlamışdıq orada. Bir üzünün diagonalı. Bir üz olsun bu və yaxud olsun bu. Bayaq ona baxmış, şimdi buna baxaq. Üzlərdən biri budur. Yazıram. A, A1, sonra B1, növbəti B. Bu üzlərdən biridir. Bu üzlərdən biri hansı figurdur? Düzbucaqlıdır. Çünki bu A'dır, bu da nədir? C'dir, bu da C'dir. Bu A'dırsa bu da A'dır dedik. Bunlar bizə aydındır da. Bu B'dirsə, bu da B'dir. Hər birini bilirsiniz. İndi bu figurun üzlərdən birinin sahəsi necə tapılır soruşulsa? Bir üzünün sahəsi. En vur uzunluq, bəli. Bir üzünün sahəsi. Buraya yazıram. Bir üz. Hər hansı bir üzdür. Tutaq ki, o üzünə baxdıq. Onun sahəsi tapıldı. En vurulsun uzunluq. A vur C. Növbəti üzü soruşarlar. Yenə də A, C. Bu üzü soruşarlar. B vur C. İstənilən halda qayda dəyişən şey deyil. Düzbucağının sahəsi en vurulsun uzunluqdur. Bizdən soruşa bilərlər ki, bir üzünün diagonalı. Valla, tutaq ki, bu üzünün diagonalına baxaq. Düzbucağlının diagonalı, düzbucaqlı bu şəkildədir. Deyək ki, bu şəkildədir. Bu diagonalı istəyirlər bizdən. Bu C'dir, bu da A idi. Bu da 90 dərəcə. Aydın məsələdir ki, bəli, hamısında 90'dır. Söhbət çünki paralellepeddən gedir, hər biri 90'dır. Burada 90'dır, burada 90'dır. Hamısı 90'dır. Dedik ki, bu diagonal nəyə bərabərdir? Bir üzünün diagonalı. Buraya yazıram. D üzün diagonalı. Necə oldu? Bəli. Kök altında A kvadratı üstəgəl S kvadratı. Yəni o üz hipotenüz olur da. Düzbucaqlının diagonalı, yəni kubun bir üzünün diagonalı düzbucaqlının diagonalıdır. Düzbucaqlının diagonalı da həmçinin burada yaranmış düzbucaqlı üçbucağın hipotenüzudur. O da A kvadratı plus S kvadratından tapılır. Tutaq ki, bu üzünün, baxaq ki, bu üzünün diagonalını tapmaq istəyirik biz. Bu üzə baxaq. Bu görünən üz var, bu bizə görünən üz. Kim deyə bilər? Bu üzün. Üstəgəl B kvadratı. kvadratı. Bəli, bu üzünə baxası olsaq, məsələn, A, A1, D1, D üzünə baxası olsaq, Kök altında bəli, S kök kvadratı altında S kvadratı, sayarsanız B kvadratı. B kvadratı. Çünki düzbucağının en və uzunluğu S ilə B olmuş oldu. Oradan tapdıq. Aydın oldu mu? Üzlərinin diagonalları belə tapılır. Üzlərinin sahəsi belə tapılır. Bəs özünün diagonalı necə tapılır? Baxaq. Özünün diagonalını çəkirəm. Çəkdik buradan buraya. Bu diagonaldır. Buna bu yazıram, böyük diagonaldır, çaşmıyor. Biz bayaq öyrəndik ki, kubda onu yazmaq üçün bura bir düz xət çəkirəm, yəni diagonal çəkirəm, oturacağının diagonalıdır o. Və bu buna dedik ki, perpendikulyardır. Keçəcəyik o xassələri biz. Bu buna perpendikulyardır. Bunu necə tapa bilirik? Bu BD diagonalını necə tapaq? A kvadratı üstəgəl B kvadratı. Çünki o figur düzbucaqlıdır. Baxın, oturacağı dedik ki, düzbucaqlıdır. N, daha doğrusu uzunluq B'dir, N A'dır. Biz də bunu axtarırıq. Burada 90 dərəcədir. Bura olur mu belə? A kvadratı üstəgəl B kvadratı. Bu da C'dir. Bu D'ni tapmaq üçün yaza bilərəmmi? D kvadratı bərabərdir. A kvadratı plus B kvadratı, budur tapmışam. Bəli, bir də plus nə? Digər kvadratı. S kvadratı. Olar. Kubun diagonal düsturu. D kvadratı bərabər, daha doğrusu paralellepedin diagonal düsturu. D kvadratı bərabərdir. A kvadratı plus B kvadratı plus S kvadratı. Buradan diagonalı tapsaq hamısı düşür hara? Kök altına. Kök altına düşür. Kubun diagonalı oldu bu şəkildə. İnşallah diqqətli olursunuz. Sonra İndi baxaq piramidanın
Diagonalını dedik nə oldu? Yan üzünü də bildik. Ümumi diagonalı da bildik. Baxaq, kubun yan səthinin sahəsi nədir? Kvadratda yan səthinin sahəsi nə dedik? 4A kvadratı. Düzdür? 4A kvadratı. Ümumiyyətlə, yadda saxlayın ki, bütün prizmalar üçün yan səthinin sahə düsturu belədir. S yan bərabərdir. Bəli, P oturacaq vurulsun. H hündürlük. İndi bunu da onun kimi yazsaq, deyək ki, bura bayaq B dedik, bura A dedik, burada bir S hündürlük dedik. Da paralelipipedin yan səthinin sahəsi də oturacağının perimetri. Düzbucağının perimetri necə tapılır? 2 vurulsun A plus B. Vurmalıyıq H-a. H nədir bizdə? S-dir. Bu oldu yan səthinin sahəsi. Kubda da yoxlaya bilərsiniz. Bütün prizmalar üçün ödəyir. Tam səthinin sahəsi isə S tam bərabərdir. İndi tam deyəndə buradakı bütün üzlərin sahələrini cəmləmək lazımdır. Uşaqlar, baba sinif otağına fikir verin. Bax, bu lövhə olan divar, üzbəüz divardan eynidir, düzdür? Tutaq ki, bu paralelipiped şəklində olsa bu otaq, bu üzlə o üz bərabərdir. Yuxarı ilə döşəmə, bəli, bir də o yan üzlə bu yan üz. Deməli, mən buranın sahəsini tapıb nəyə vurmalıyam? 2-yə vurmalıyam. Onda, deyək ki, buranın sahəsi olsun, bura olsun da bu arxa tərəf. BS tutaq ki, BS-ni vurmalıyam nəyə? 2-yə. Onda, hər birində 2 varsa, mötərizə xaricinə çıxartdım BS. Sonra AC. o üz, AC. Bir də AB. AB. Bu üzlərin sahələri idi. Vurdum nəyə? 2. 2-yə bəslədim. Bu da oldu tam səthinin sahəsi. Gəldik həcminə. V bərabərdir. Dedik ki, həcmi, bəli, oturacağının sahəsini, ümumiyyətlə bütün prizmaların həcmi S oturacağı vur H ilə tapılır. Oturacağın sahəsi düzbucaqlıdır. Baxın, düzbucaqlıdır. AB-dir. Bir də vurulsun nə? H. H da nədir? C. A vur, B vur. C də oldu bunun nəyi? Həcmi. İndi uşaqlar, keçək suallara paralelipiped haqqında. Sual 1. Verilirdi ki, paralelipipedin oturacağının tərəfləri 3, 5, hündürlük isə 2 santimetrdir. Bizdən soruşur ki, hər hansı bir üzünün sahəsini yazın. Bura S1 yazıram, hər hansı bir üzünün sahəsi. Kim deyək? Hər hansı bir üzünün sahəsi. Tutaq ki, bu üzünün sahəsi. Nəyə vuraram? 3'ü vuraram 2'yə. Elədi neçə? 6. Başqa bir üzün sahəsini yazaq. S2 üz. Nəyə vuraram? 5'i 2'yə vuraram 10. Bir başqa üzün sahəsi. 3 vuraram nəyə? 5'ə. Bu üzü də oturacaq aşağı hissəsi. Bəli, 15. Desə belə tapılır. Çünki bunlar hamısı düzbucaqlıdır. Düzbucağının artıq olur sahəsi uşaqlar. Deyək ki, oturacağın tərəfi belə, hündürlüyü belə olan paralelipipedin yan səthinin sahəsini soruşur. Hardan bildim? 3'ün üstünə 5'i gəlib 2'yə vurdum oturacağın perimetrini. Bir də hündürlüyün ikisinə vurdum. Elədi neçə? 32. Sonra deyirdi ki, ölçüləri belə olan paralelipipedin tam səthinin sahəsini tap. Tam səthinin sahəsi. 2 vurulsun. Biz o ölçüləri tapmışıq. Biri 6'dır, biri 10'dur, biri də 15. Onları toplayırıq. Neçə eləyir? 31 mi? 10'la vuranda 62. Oldu belə. Tam səthinin sahəsi. Həcmi, ölçüləri elə olan kubun həcmi. Neçə? 15. Bəli, 3 vur, 5 vur, niyə 60? 3 vur, 5 vur, 2 də. Elədi? 30. Həcmi də oldu 30. Bir-birinə vurdu. Sonra deyir ki, ölçüləri belə verilibdir. Ölçüləri 3, 5, hündürlük də 2. Kubun böyük diagonalını tap. D böyük. Yəni bunu soruşur Vahid. Necə taparam? Əvvəlcə Pifagor teoremindən bu hissəni taparam, qaralayıram. Bu hissəni taparam
Və yaxud da əgər düstur yadındadırsa, a kvadratı üstə gəl, b kvadratı üstə gəl, c kvadratı deməlisən. Əgər yadındadırsa. Yoxsa buradan bunu tapırsan, bu da buna 90 dərəcə dedik. Bunun kvadratı üstə gəl, bunun kvadratı bərabərdir bunun kvadratına. O da bu düsturdur. Yerinə qoysan, şu kvadratı, 5'in kvadratı 25, 34, üstünə də 4 gəldi, 36, 38. Deməli, kubun diagonalı 38, bu d kvadratıdır. D də buradan nə alındı? Kök altında 38. Şolar aydındır mı? Bu da paraleliped haqqındadır. Ox kəsiyi istəyərlər birdən, diagonal kəsiyi. Bunu diagonal boyunca kəsən kəsiyə bunun diagonal kəsiyi deyilir. Uşaqlar, kubun, daha doğrusu paralelipedin diagonal kəsiyi bu şəkildədir. Sahəsini istəsələr, hündürlüyü, yəni c-ni vurarsınız nəyə? A kvadratı plus b kvadratına. Deyirəm, a kvadratı plus b kvadratını vurmalısınız nəyə? C-yə. Çünki düzbucaqlıdır. Düzbucaqlının sahəsi necə tapılır? Uzunluq vurulsun n. Heç salam. Verəcəklər. Tərəflərdən birini verəcəklər. Verməsə də ona uyğun bir şey verəcəklər ki, biz bunu hesablayaq. Və bir şey yəni bir köməklik olacaqdır orada. İşləyəcəyik onu. Aydın oldu mu? Paraleliped haqqında bu qədər.